Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Lalə Dadaşova bacısı qızı, müğənni Səidə Dadaşova və həyat yoldaşı barədə qalmaqallı açıqlama verib. Xəbər verilir ki, o Elgizlə izlə verilişinin canlı efirinə telefon bağlantısı ilə qatılaraq söylədiyi sözlərlə diqqət çəkib. Sənətçi efirdə Səidə və Maqa ilə bağlı gözlənilməz və qalmaqallı fikirlər səsləndirib. Rafael Dadaşovun ölümünün 3 ili idi. Mənim üçün telefon səs yazması qoydular. Qulaq asdım. Ondan sonra Səidənin üstündən xətt çəkdim. Əri Maqaya bu sözü demirəm. Ona təşəkkür edirəm ki, Səidəni küçələrdən yığışdırıb arvad elədi. O uşaq dünyaya gətirəndə də biz onun yanında idik. Bacım xəstə adamdır. O vəziyyətdə uşağa baxırdı. Özü isə ikinci mərtəbədə əri ilə dincəlirdi. Onlar bağda Sədaqət xanımı ağızlarına gələni deyib çıxandan sonra inciklik yarandı. Anası 10 il əvvəl dedi ki, Səidə ilə qurtardım. Ancaq mən barışmalı olduqlarını deyirdim. Yasda Maqa mənə yaxınlaşanda dedim ki, ikincə də xətt çəkmişəm. Hər ikisinin haqqımızda dediklərinə qulaq asmışdım. Səidə bizdən əl çəkmir. Pis söyüşlərlə bizdən danışır. Mənim üçün o yoxdur. Lalə Dadaşovanın açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub, bir çox izləyici ailə arasında olan bu qalmaqalı sərt tənqid ediblər.